olub. Adam görüşmüşük, danışıb. 200 saatdan sonra yenə necəsə rastlaşmışıq, yenə eyni şey danışıb. Mən ikinci dəfə ona birinci dəfə kimi dinləmişəm ki, nə danışsa, doğrudan sonra o ikinci dəfə daha həvəsdən danışıb. Haşiyələrə çıxıb, belə şaxələnib danışıb. 2-3 gündən sonra görüşmüşük, bir başıma nə gəlib, bir daha həmin hadisəni danışır. Öz səbrinə deyir, nə danışırsan? Bu, nə deyirsən? Elə də həvəsdən danışır. Bəzi məqamlarda adam istəyir deyək ki, bilirəm, mənə da vərəmlər. Amma bəzi məqamlarda düşünürəm ki, bunu yola verim, səbirlə dinləyim. Və üçüncü dəfə daha yaxşı danışıb. Siz inansınız, daha geniş, ətraflı, işi qeybətə zada aparıb çıxardıb. Səbirlə dinləmişəm, yola. Amma danışmaq çox çətindir. Çünki insan 2 dəfə danışanda birinci dəfə qəşəng danışır, ikinci dəfə biraz yalan danışır, üçüncü dəfə hər şey yadından çıxır, tamam başqa bir şey danışır. Danışmaq çox çətindir. Danışmaq üçün gərək bazan ola, alt bazan ola.